Biri var idi, biri yox idi. Qədim zamanlarda bir kənd var idi. Bu kənddə Cırtdan adında kiçik, amma çox ağıllı bir oğlan yaşayırdı. Cırtdan balaca idi, amma heç kim onun qədər cəsur və zirək değildi. Bir gün kəndin uşaqları meşəyə odun yığmağa getdilər. Onların arasında Cırtdan da var idi. Uşaqlar odun yığa-yığa meşənin dərinliklərinə getdilər. Günortaya yaxın göydə qara buludlar toplandı, güclü yağış yağmağa başladı. Uşaqlar tez bir mağaraya sığındılar. Mağarada isti-isti oturdular ki, bir də gördülər, böyük, qorxunc bir div gəldi. Div dedi: "Kimin əti şirindir?" Uşaqlar qorxudan susdular. Birdən Cırtdan dilləndi: "Mənim əlimin əti." Div Cırtdanın balaca əlini dişlədi. Amma əti yox idi, sümük idi. Div hirsləndi, amma uşaqlara toxunmadı. Cırtdan isə ağıllı fikirlərlə divi aldatdı. Onu yavaş-yavaş uzaqlaşdırdı. Sonra Cırtdan bir plan qurdu. Uşaqlar birlikdə divin mağarasından qaçdılar. Div onlara çata bilmədi. Cırtdanın ağlı sayəsində uşaqlar kəndə sağ-salamat qayıtdılar. Kənd cəmaatı Cırtdana alqışladı. O gündən sonra hamı onun ağlına heyran qaldı. Nağıl bitdi. İndi yuxu vaxtıdır balaca dostlar. Gözəl yuxular.